Salam, hər vaxtınız xeyir olsun, kanalıma xoş gəlmisiniz. Bugün miqyas bölməsinə başlayırıq. Sual 1. Dünyanın ən uzun çayı olan Nil çayı hansı miqyasda daha böyük görünər? Təbii ki, böyük miqyaslı xəritədə daha böyük görünəcək. Miqyas kiçildikcə ümumiləşmə artır, ixtisar artır, generalizasiya artır. Ona görə də baxırıq, böyük miqyaslı xəritə burada hansıdır? C variantı uyğundur. 1 bölünsün 100 min, birin cavabı C variantı. Sual 2. Hansı miqyasda generalizasiya daha azdır? Yenə böyük miqyaslı xəritəni götürməliyik. Çünki miqyas kiçildikcə generalizasiya, yəni ümumiləşmə daha çox olur. Baxırıq variantlar arasında C variantı yenə uyğundur. 1 bölünsün 20 min. Bu miqyaslı xəritədə generalizasiya, yəni ixtisar daha az olacaq. 2-nin cavabı C variantı. Sual 3. Hansı miqyaslı xəritədə generalizasiya daha çoxdur, yəni ixtisar, ümumiləşmə daha çoxdur? Təbii ki, biz kiçik miqyaslı xəritəni, ən kiçik miqyaslı xəritəni götürməliyik. Bu verilənlər arasında ən kiçik miqyaslı xəritə 1 bölünsün 35 milyondur. Burada generalizasiya daha çoxdur. İxtisar olunan ərazi daha çoxdur. 3-ün cavabı B variantı. Sual 4. Səyyah yolun 4/3 hissəsini qatarla, qalan 150 kilometrini isə avtomobillə getmişdir. Səyyahın qatarla getdiyi yol 1 bölünsün 5 milyon miqyaslı xəritədə neçə santimetr olar? Gəlin ilk öncə nəyi tapaq? Deyir, yolun 4/3 hissəsini qatarla, qalan 150 kilometrini isə avtomobillə getmişdir. Gəlin ilk öncə yolun 4/3 hissəsini tapaq. Çünki bizə 4/1 hissəsini verib neçə kilometrdə. Yəni 4/1-i 150 kilometrdirsə, 4-dən 3-ünü tapmaq üçün 3-ü vurmalıyıq biz 150 kilometrə. Deməli belə, 3 vurulsun 150 kilometr. O da bərabərdir 450 kilometr. Bu bizim qatarla getdiyimiz yoldur. Yəni yolun 4/3 hissəsidir. Bizdən də soruşur səyyahın qatarla getdiyi yol, yəni bu yol miqyası da verib, xəritədəki məsafəni soruşur. Xəritədəki məsafəni də tapmaq üçün biz bilirik ki, həqiqi məsafəni bölməliyik miqyasa. Miqyasdan da 5 sıfırımızı ataq. Edəcək 50, o da bərabərdir 9 santimetr. Variantlara baxırıq. Y variantı doğru cavabdır. Sual 5. Bakıdan Gəncəyə gedən avtomobil 115 km/saat sürətlə 3 saata getdi. Bakıdan Gəncəyə qədər olan məsafə 1 bölünsün 6 milyon miqyaslı xəritədə neçə santimetr olar? Gəlin ilk öncə gedilən yolu tapaq. Biz bilirik ki, gedilən yolu tapmaq üçün sürəti zamana vurmaq lazımdır. 115 vurulsun 3, o da bərabərdir 345 kilometr. Bu bizim getdiyimiz yoldur. Miqyası da verib, yenə xəritədəki məsafəni soruşur. Xəritədəki məsafəni də tapmaq üçün həqiqi məsafəni 345-i bölərik. Miqyasdan da 5 sıfırımızı ataq. 3, 4, 5, 6. 60. Bərabərdir. Mən birbaşa cavabı yazıram. Vaxt getməsin. Lakin burada biraz cavablarda D variantını verir. Böyük ihtimal biraz səhv düşüb. Çünki cavab 5,75-dir. Burada yəqin ki 5-i yazmayıblar. Belə ixtisar ediblər. Əslində yuvarlaqlaşdırma olsaydı yenə də düzgün deyil. Yəni ola bizim mexaniki səhv olub da. Cavab D variantıdır. 5,75. Belə, keçdik digər suala. 6-cı sual asan sualdır. Deməli, xətti miqyas verib. Xətti miqyasda iki məntəq arasındakı məsafə 8 santimetrdir. İkinci xəritədə isə bu məsafənin 4 santimetr olduğunu nəzərə alaraq, ikinci xəritənin miqyasını izahlı miqyasla hesablayın. Deməli, biz birinci nə etməliyik? Həqiqi məsafəni tapmalıyıq təbii ki. Həqiqi məsafəni də tapmaq üçün miqyasımız 5 kilometrdir.
5'i vuracaq xəritədəki məsafəyə, yəni 8-ə. O da bərabərdir 40 kilometr. Artıq ikinci xəritənin miqyasını tapa bilərik. Miqyas bərabərdir 40, yəni həqiqi uzunluq bölünsün xəritədəki məsafə 10. İndi izahlı miqyas şəklində yazsaq, bu təbii ki kilometrdir. İzahlı miqyas şəklində yazsaq 1 santimetrdə 10 kilometr. Yəni bu o deməkdir ki, hər 1 santimetr yer üzərində 10 kilometrə bərabərdir. Cavablar arasında da baxırıq, C variantı doğru cavabdır. Keçdik 7-ci suala. Bakı ilə Şamaxı arasındakı məsafə hansı miqyaslı xəritədə daha böyük olar? Bu da yenə oxşar sualdır. Təbii ki, böyük miqyaslı xəritədə daha böyük olacaq. Baxırıq bu miqyaslar arasında ən böyük miqyas Y variantıdır. 1/25.000. Cavab Y variantı. 8-ə baxırıq. Bakı ilə Gəncə arasındakı məsafə hansı miqyaslı xəritədə daha kiçik olar? Təbii ki, biz ən kiçik miqyası seçməliyik. Bu miqyaslar içərisində ən kiçik miqyas D variantıdır. 1/2 milyon. 8-in cavabı D variantı oldu. Sual 9. Miqyası 1/6 milyon olan xəritədə iki şəhər arasındakı məsafə 30 santimetrdir. Gəlin birbaşa həqiqi məsafəni tapaq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas. Miqyasdan da 5 0 atanda edəcək 6. O da bərabərdir 180 kilometr. İkinci xəritənin miqyasını istəyir. Miqyas bərabərdir həqiqi məsafə, yəni 180 kilometr bölünsün xəritədəki məsafə 15. O da bərabərdir 12. Biz indi ədədi miqyas şəklində yazsaq 1 bölünsün 12-nin də yanına 5 0 yazmalıyıq. 1, 2, 3, 4, 5. Yəni 100 minə vururuq ədədi miqyas şəklində yazmaq üçün. O da baxırıq hansı cavaba uyğundur. 9-un cavabı B variantıdır. Sual 10. A və B şəhərləri arasındakı məsafə 1/500.000 miqyaslı xəritədə 20 santimetrdir. Yenə gəlin həqiqi məsafəni tapaq. Həqiqi məsafə bərabərdir. Xəritədəki məsafə vurulsun miqyas 5 0 atanda 5 edir. O da bərabərdir 100 kilometr. İkinci xəritəyə miqyasını verib, izahlı miqyası soruşur. Miqyas bərabərdir. Həqiqi məsafə 100 kilometr bölünsün 10 santimetr. O da bərabərdir 10 kilometr. İzahlı miqyas şəklində yazsaq 1 santimetrdə 10 kilometr. Yəni hər 1 santimetr yer üzərində 10 kilometrdir. Onun cavabı C variantıdır. Bu videoluq bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə. Hər birinizə uğurlar arzu edirəm. Kanalımıza da abunə olmağı unutmayın. Videolarımızı bəyənib paylaşmağı da unutmayın. Hər birinizə uğurlar.